Mən bu videonu çəkərkən düşünürəm ki, miqyası təyin etmək çox da çətin olmayan bir prosesdir. İndi bu videonu baxan deyəcək, ay Allah, miqyası tapmaq nə yaman çətin bir şeydir. Mən bu miqyas mövzusunu ona görə izahına başlayıram. Nəyə görə? Yəni, coğrafiyanı yeni öyrənmək istəyənlər üçün. Mən bu mövzunu bu şəkildə izah edirəm. Əvvəla, miqyas biz dedikdə kiçiltmə dərəcəsini göstərən kəmiyyətdir. Və biz həmişə miqyası göstəririk, deyirik 1 bölünmüş 500 min. 500 min dedikdə biz burada miqyasın kəmiyyəti, yəni məxrəcdəki ədədi nəzərdə tuturuq. Yəni ümumiyyətlə biz miqyasa tərif edəndə deyirik kiçiltmə dərəcəsini göstərən kəsirdir. Kəsirin surəti həmişə vahid olur, məxrəci yuvarlaq ədəddən ibarət olur və məxrəcdəki ədəd miqyasın kəmiyyətini ifadə edir. Yəni kiçiltmə dərəcəsidir deyirik. Və kiçiltmə dərəcəsi böyüdükcə miqyas biraz da, yəni daha da kiçilir. Miqyasın kəmiyyəti böyüyür. Yəni miqyas kiçilir. O deməkdir, miqyas kiçilir. Deməli, biz burada 1 bölünmüş 500 min miqyaslı xəritə götürdük və bu xəritənin 1 santimetrdə 500 min santimetr kimi ifadə etməsini yəni hər kəs başa düşür. Xəritələrdə iki cür miqyas göstərilir. Birinci, baş miqyas. İkinci isə xüsusi miqyas. Deməli, xəritədə iki cür miqyas verilir. Baş miqyas və xüsusi miqyas. Biz açırıq xəritəni. Görünən bu xəritədə bu ifadə edir baş miqyası, amma bunun xüsusi miqyası demək olar ki, biz görmürük. Və hər kəs yadında saxlasın ki, xəritədəki baş miqyasla ölçülən, məsələn üçün, burada baş miqyas 1 bölünmüş 40 milyondur. Bu baş miqyas. Burada xüsusi miqyas artıq görünmür. Deməli, baş miqyasına aparılan hesablama işləri həmişə bizə doğru, düzgün nəticə vermir. Yəqin ki, hamımız bilirik. Amma xüsusi miqyas isə burada görünmür. Xüsusi miqyası elə bir ki, bizim hər birimizin bir imeylimiz olur. Yəni ki, elə mən özüm oxşatma edirəm, xəritənin də o imeyli xüsusi miqyas kimi təsəvvür edirəm ki, uşaqlar elə başa düşsünlər. Amma xüsusi miqyası da təyin etmək olur. Necə təyin etmək olur? 1 dərəcəlik paralel və meridian qövsünə görə təyin edirik xüsusi miqyası. Axı, biz bilirik, xəritə təhrifli təsvirdir. Yəni, o nöqteyi nəzərdən istədiyimiz bir xəritənin xüsusi miqyasını təyin edə bilərik. Və xüsusi miqyasla tapılmış hər hansı bir ölçü həmin doğru, düzgün nəticəni verir. Amma baş miqyasla verilən kəmiyyətlər isə doğru, düzgün nəticəni vermir. Baş miqyas bəs hardan çıxdı? Hardan yarandı? Baş miqyas təhrifin baş vermədiyi, yəni sıfır təhrifin olduğu yerin kiçiltmə dərəcəsidir. Xüsusi miqyas isə təhriflərə uyğun gələn ərazilərin
kiçiltmə dərəcəsini göstərir ki, biz onu 1 dərəcəlik paralel və meridian qövsünə görə təyin edirik. Və nəhayət, miqyasa aid çalışmalara biz işlədikdə düsturlara əsasən deməli, çalışma həllərini başa salırıq uşaqlara və düsturları göstəririk. Birinci, tutaq ki, miqyas bərabərdir. Miqyası tapmaq üçün miqyas bərabərdir. Həqiqətdəki məsafə bölürük xəritədəki məsafə vururuq onu 100 minə. Bu düsturumuzun birincisi oldu, əziz uşaqlar. Deməli, indi biz buna uyğun, bu bizim birinci düsturumuza görə biz miqyası tapmaq üçün bu düsturdan istifadə edirik və hesab edək ki, Bakıdan Gəncəyə qədər Gəncəyə qədər olan məsafə 400 kilometrdir. 400 kilometrdir. Bu məsafə oldu bizim üçün həqiqi məsafə. Bu məsafə xəritədə 50 santimetr göstərilmişdir. Ya da deyək ki, olsun 50 santimetr göstərilmişdir. Nəyi tapmalıyıq? Deməli, xəritədəki məsafə var, həqiqətdəki məsafə var. Biz tapırıq miqyası. Beləliklə, biz bu düstura görə həllini yazırıq. Həllini yazmaq üçün mən uşaqlardan belə bir sxem çəkdirirəm. İlk öncə. Yəni, bu ilk öncə lazım olacaq. Sonra lazım olmur uşaqlara. Artıq onlar bunu qəşəng qavrayırlar. Ona görə də ehtiyac olmur. Bax, birinci sxemin üstündə yazıram xəritədəki məsafə. Bu məsafə deməkdir. Həqiqətdəki məsafə. Bu da miqyas. Və verdiyimiz kəmiyyətləri burada qeyd edirik. Həqiqətdəki məsafə Bakıdan Gəncəyə qədər olan məsafədir. Biz burada bunu göstəririk. 400 kilometr. Xəritədəki məsafə isə nə yazmışıq? 50 santimetr. Nəyi tapmalıyıq? Biz miqyası tapmalıyıq. Sual qoyuruq miqyasa. İndi düsturumuzdan istifadə edirik. Həqiqəti bölürük xəritəyə. Bəli, həllini yazırıq. Həlli. Deməli, 400-ü bölürük 50-yə. Bunun üçün deməli 8 dəfə yəqin düşür. Bu da 40. Bu bizim aldığımız xəritədəki məsafəmiz. Təbii ki, hamımız bilirik ki, ölçü vahidi santimetrlə göstərilir. Xəritədəki məsafəni santimetrlə, həqiqətdəki məsafəni kilometrlə, miqyas isə yuxarıda göstərdiyimiz kimi nisbət şəklində göstərilir. Və aldıq 8 kilometr. Düzdürmü, əziz uşaqlar? Və biz bunu indi miqyas şəklində yazmaq üçün, bax, burada göstərəcəyik ki, miqyası aldıq 1 santimetrdə, yəni neçə? 8 kilometr. Vururuq onu 100 minə. Neçə sıfır əlavə edirik? 5 dənə sıfır əlavə etdik. 5 dənə sıfır əlavə etdik. Aha, bu artıqdır, əziz uşaqlar. 5 sıfır əlavə elədik. Bu oldu 1 bölünmüş 800 min miqyaslı xəritə. Burada da yazırıq 1 bölünmüş neçə? 800 min. Deməli, bax, bu mərhələsini işlədik. Nəhayət, uşaqlar, biz burada həqiqətdəki məsafəni tapmaq üçün düsturumuz, bu birinci düsturumuz idi. İkinci düsturumuzda yazırıq həqiqətdəki məsafə bərabərdir. Deməli, miqyası 100 minə bölürük. Ondan sonra xəritədəki
məsafəyə vururuq. Yəni miqyas vurulmuş xəritədəki məsafəyə. İndi buna uyğun bir çalışma həll edək. Məsələn üçün, deməli, miqyası 1 bölünmüş 400.000 olan xəritədə deməli xəritədə çayın uzunluğu 10 santimetrdir. Bu çayın ümumi uzunluğu baş miqyasa görə fikir verin. Mən baş miqyasa görə hesablayın. Axı dedim, yadınıza gəlirsə biz qeyd elədik, baş miqyas yanlışdır. Və mən burada işlədirəm. Bu çayın ümumi uzunluğu bizim verdiyimiz rəqəmlərdən alınır və biz burada işlədirik. Baş miqyasa görə hesabla. Baş miqyasda bizdə hər bir kəsimizdə yəni yanlış nəticələri almağa imkan verir. Əgər desələr biz burada xüsusi miqyas, onda çalışmamızın şərti də başqa cür olacaq. Əziz uşaqlar, indi burada həmin sxemdən düzəldək. Xəritə, həqiqətdəki məsafə, xəritədəki məsafə, bir də burada miqyas yazırıq. Və burada şərtimizdə verilən fikirləri burada qeyd edelim. Miqyasımızda yazırıq 1 bölünmüş 400.000. Xəritədəki məsafə 10 santimetr. Həqiqətdəki məsafəyə sual qoyuruq. Düsturumuza baxırıq. Düsturumuz budur. Düsturumuza əsasən nə edirik? Həqiqətdəki məsafəni tapmaq üçün miqyası 100.000-ə bölürük. 1 santimetrdə 4 kilometr olur. Və 4 kilometri vururuq xəritədəki məsafəyə. Həllində yazırıq. Həll 4-ü vururuq 10 santimetrə. Bərabərdir 40 kilometr. Deməli, biz həqiqətdəki məsafəni aldıq 40 kilometr. Əziz uşaqlar. Deməli, burada da həqiqəti tapdıq. Qaldı bizim 3-cü mərhələmiz. Əslində, uşaqlara ehtiyac yoxdur. Bu, birinci düsturumuzdan hər şeyi almaq mümkündür. Yəni, artıq siz bilirsiniz. Amma hər ehtimala qarşı, yəni ilk olaraq, yəqin ki, artıq hamımız bilirik ki, məktəblərdə dərslərimiz necə keçirilir. Yəni, uşaqlar həm riyaziyyatdan zəif olurlar, həm necə deyərlər, oxumaqla araları biraz zəif olur. Ona görə də gəlirlər ancaq hazırlıq müddətində 10-cu sinifdə başlayırlar hazırlaşmağa. Ona görə də biraz çətinliklər yaranır. Yoxsa ki, biz uşaqlara deyəndə ki, bunları həll elə, onlar üçün asandır. Yəni, bunu 6-cı sinifin riyaziyyat kitabında miqyas çalışmalarını biz edə bilirik. Uşaqlar daha doğrusu edə bilir. Ona görə də bunları uşaqlara anlatdırandan sonra onlar üçün çox sadə görünür. Yəni, belə. İndi çalışmamızın 3-cü mərhələsi gəldi və xəritədəki məsafəni tapmaq üçün nə edirik? Həqiqətdəki məsafəni bölürük miqyasa. Baxın, belə. Xəritəni tapmaq üçün həqiqətdəki məsafəni bölürük miqyasa. Nəhayət, yazaq belə. Belə bir çalışma tərtib edək. Yazırıq, deməli, dəmir yolun çox sadə bir çalışma. Dəmir yolun uzunluğu
Dəmir yolun uzunluğu 200 kilometrdir. Dəmir yolun uzunluğu 200 kilometrdir. Miqyası 1 bölünmüş 4 milyon olan 4 milyon olan xəritədə bu məsafəni tapın. Tapın, sadə bir çalışma. Deməli, nə edirik? Yenə həmin sxemdən hazırlayaq. Xəritədəki məsafə, həqiqətdəki məsafə və miqyas. Baxırıq. Həqiqət 200 kilometr. Miqyas 1 bölünmüş 4 milyon. 4 milyon. 4 milyon. Aha. Xəritədəki məsafə sual. Düsturdan istifadə edək. Nə edirik? Həqiqətdəki sualımız buradadır, xəritə. Ona görə də həqiqəti bölürük miqyası. Həqiqətdəki məsafə 200 kilometrdir. Həllini yazaq. 200 kilometri bölürük. Təbii ki 5-0 silirik. Aha, 5-0 sildik. Qaldı necə? 40. 200 bölürük 40-a. Alırıq santimetri. 200'ü də bölmək üçün 40-a bölürük. Deməli 5 dəfə 0, 5 dənə 4, 20. Aha, neçə aldıq? 5 santimetr. Deməli bizim xəritədəki məsafəmiz 5 santimetr oldu. 5 santimetr. Burada yazıram 5 santimetr. Əziz uşaqlar, deməli bu videoya bir neçə dəfə baxmaqla, yəni yeni başlayanlar, təbii ki biz burada fikirləşəcəksiniz ki, burada çətin bir çalışma deyil, amma bunu təzə öyrənən uşaqlar yəqin ki çətinlik çəkəcəklər. Mənim də izahıma qulaq assaz, nəsə öyrənə bilərsiniz. Və indi biz test toplusuna müraciət etsək, test toplusu kitabından müraciət etsək, burada bu çalışmaya baxaq. Deməli, çalışmamızda verir. Miqyası 1 bölünmüş, verin 21-ci çalışma. Miqyası 1 bölünmüş 500.000 olan xəritədə iki şəhər arasındakı məsafə 45 santimetrdir. Bu şəhərlər arasındakı həqiqi məsafəni hesablayın. Deməli, həqiqi məsafəni hesablamaq lazımdır və biz burada bu çalışmanı həll eləmək üçün yenə xəritə, həqiqət və miqyas yazaq burada. Və buradakı çalışmada miqyasımız 1 bölünmüş 500.000 idi. Miqyası yazıram 1 bölünmüş 500.000. 500.000 və xəritədəki məsafə 45 santimetrdir. Deməli, bizdə bu çalışmada 500.000 miqyas, xəritədəki məsafə 45 santimetr, həqiqətdə sual yazırıq. Və deməli, bizim bu çalışmamızda sual olunan həqiqətdəki məsafəni tapmaqdır. Və bizim həqiqətdəki məsafəni tapmaq üçün düsturumuz buydu. Miqyası 100.000-ə bölürük. Vururuq xəritədəki məsafəyə və həllini yazırıq. Həllini yazmaq üçün 5-0 sildik, əziz uşaqlar, və 5-i vururuq 45-ə. 45 vurulmuş 5, deməli 25, 5-i də vururuq 4-ə 20, o da 2 üstünə gəlirik. 22, 225 kilometr çalışmamızda alırıq və cavabımızda baxırıq. Deməli, bizim miqyasımızda cavabımız alınır 225. Hansı variant oldu? Y variantı çalışmamızın cavabı. Yəni, burada buna oxşar çalışmalar çoxdur. Çalışmalarımız bu düsturları öyrənəndən sonra artıq, əziz uşaqlar,
daha mürəkkəb çalışmaları həll edəcəyik. Biz burada sadəcə olaraq məsafə çalışmalarını öyrəndik. Yəni məsafə A-dan B-yə qədər olan məsafə, o da ölçü vahidləri santimetr, kilometr, belə çalışmalar idi. Amma növbəti dərsimizdə baxın, tutaq ki, bax bu gölün artıq nəyi olur? Sahəsi. Məsələn, 25 kvadrat kilometr və yaxud da ki, futbol meydançasının sahəsi. Futbol meydançası sahəsi. Eni, uzunluğu. Yəni ki, sahə çalışmaları tutaq ki, deməli, 9 kvadrat kilometr. Belə sahə çalışmalarını isə düsturları biraz fərqlidir. Yəni sahə çalışmaları. Bütün bu düsturları biz artıq sahə çalışmalarına tətbiq edəcəyik. Hələlik uşaqlar.